Salamlar, yine Car Parking oyununda karşınızda mən Elay. Bu günlərim necə deyim, sürət hiləsini göstərəcəm Game Guardian. Sürət hiləsinə necə edirlər, yəni bilənlər Car Parkingdə Game Guardianı onu edəcəyik. Sürət hiləsini necə edirlər, amma iki yoldan birini bilirəm. İkinci yol həm biraz çətin, həm də ki uyğun deyil. Həm də ki ikinci rahatdır, yəni birinci nömrəli üsul rahat olur. Hər dəfə oyuna girirsiniz, 2 dəqiqə yazıb qoşursunuz. İndi başlayaq. Video başlasın. Vermişdim bir adet polis maşını verəcəydim. O hemen uşaq çıxdı oyundan, ona görə də ki verə bilmədim. Uşaq çıxmasaydı verəcəkdim, çıxdı oyundan. İndi də sürət hiləsini necə edirlər və yaxud da onu necə yazırlar Game Guardian'da hansı ayarlarını edirlərsə, asan bir yolla üsulla öyrədəcəm. Birinci siz nə etməlisiniz Game Guardian'dan da öncə? Eko, yəni məsəl üçün adınız, mənim adım belədir. Məsəl üçün burada HP yazılıb da, HP yazılıb, HP. 7000'in karşısında, arkasında daha doğrusu 925 HP. Sonra ise Game Guardian'ı açırsınız. Yəni sadəcə məndə 925'dir. Sizdə 360 da ola bilər, 720 de ola bilər. İndi burada nə edirik? 900 neçəydi? 925 HP. Birinci gəlirik. Burada Car Parking'i seçirik. Car Parking. Seçdik. Sonra Anonymous. Sonra burada 3 xət var yuxarıda. 3 xətə tıklayırsınız. Anonymous var. Anonymous'u seçirsiniz. Seçdik. Sonra büyütəcə basırıq burada. Büyütəcə basırıq. Neçə HP idi? 925. 925 HP. Burada növünə də float qoşuruq. Float. Axtarışa basırıq. Yeni axtarış. Və gözləyirik. 925 HP. Sonra qələmin büyütəcin böyründəki qələm var. Büyütəcin böyründəki qələmə basırıq. Qələmə basırıq. Burada sizin indi sizə baxır necə və yaxud da necə olur, necə olmalıdır. Sadəcə heç nə etməyəcəm. Hiləsizdə sürətini və hilədə sürətini göstərəcəm. Burada indi görək, bir dəqiqə maşını geriyə verək. Hiləsizdir bu, hiləsiz növündədir. Hiləsiz növdə körpünün altına qədər neçə saniyəyə, neçə dəqiqəyə keçəcək. Ona baxacağıq. Sadəcə biraz qabaqdan başlayayım, o biçində geridən başlayaram. İndi 1, 2, 3 getdik. Və 42 idi. 9 saniyəyə, 9 saniyə. Haradasa 10 saniyə və yaxud da 10 saniyə. Hətta 9 qoyaq, 9 saniyə. Burada hiləni necə HP istəyirsiniz, yaza bilərsiniz. Qabaqçıdan da yazdığım kimi 925 float. Olayı təkrar edəcəksiniz. Sadəcə mən sürətini göstərməyə görə elə etdim. İndi gəlirik. Biraz geriyə gedəcək. Maşınları bir dəqiqə burada trafik yolculuğu 0 etdim mən. Biraz geriden başlayacağıq. Burada onsuz da yazmışdım 925 float zat. Bunları ikinci dəfə yazmağa ehtiyac yoxdur. Çünki yazmışdım. Böyründəki qələmə basırıq. İndi burada baxırsınız da indi siz istəyirsiniz, nə bilim belə 10.000 qoya bilərsiniz, belə 5.000 qoya bilərsiniz. Amma mənim tövsiyəm sizə 15.000-dir, haradasa 15.000 falan, o daha sürətlidir. 9 saniyəyə indi də gəlirik bura. 15.000 HP oldu. Gördüyünüz kimi. Bayaq 9 saniyə getmişdi, indi görəcəyik. Getdik. Hətta bura qədər gəldim 8 saniyəyə. Bura qədər körpünün yarısına qədər 8 saniyə gəldi. İndi mən sizə bunun belə vaxtına görə yox, çox HP eləyəcəm də, yəni HP-sini çox eləyəcəm. Ona görə də ki HP-si 15.000-dir. 15.000-dir. 15.000. Dəqiqə HP 15.000-dir, hə. 15.000 HP-dir. Hətta arxadan başlayacağam. Mən çox tonus tutmur çox vaxt. İstədiyim qədər 0 qoyacağam bura. 15.000 HP-dir. Gəlirik bura yazırıq, büyütəcə. 10 5.000 bir dəqiqə, bax üzrü sayın 15.000 yeni axtarış axtarsın. Sonra büyütəcin böyründəki qələmə bildiyiniz kimi basırıq. Orada 15.000 idi. Bunu çevirəcəyik haradasa 9 milyon edim, yoxsa 999.999 belə edəcəm. Hə, bu 999.999, yəni burada maşın uçur o dərəcədə. 1, 2, 3 getdi. Baxın istəyirsiniz. Sürət yerinə baxın. Burada sürət yerini çox göstərir. 2000'ə, 3000'ə, 4000'ə. Burada bir şey var ki, tormuz tutmur. Sadəcə yarışlarda kənara getmir. Ancaq yarış olmayan vaxtı dəyir yerə. Baxın, görürsünüz. Gördüyünüz kimi uçur. Uçur maşın, tormuz tutmur hətta. Biraz geç tutur tormuz. Baxın istəyirsiniz. Görün neçə ilə gedir. 2000, 3000. Baxın, hətta 100 kilometrəni belə rahatçılıqla keçsəniz, hətta sizə pul belə verirlər. Sonra
Nə məndə o sizə baxır necə iş eləyəcəksiniz. Mən biraz çox elədim, abartı oldu. Bunu hardasa bir 20.000 edin. 20.000 hardasa rahatdır. Baxın gördüyünüz kimi 2.000, 3.000, 4.000 hardasa qalxır. Hətta mən bunu 9 milyard eləmişdim. Qətiyyət bug olmuşdu. 10.000, 20.000 qalxırdı. Hə bu dərəcədə istəyirsiniz çox istəyirsiniz az eləyin. Mən çox elədim. Bay bay dostlar. Dostlar videoya 50 like gəlsə, 50 like gəlsə və kanala 50 like gəlsə pul hiləsini öyrədəcəm. 50 like gəlsə para hiləsini öyrədəcəm. Para hiləsi. Yəni inşallah abunə olarsınız, kanala like atarsınız. Yəni 50 like gəlsə 100% ki pul hiləsini öyrədəcəm. Gələn səfərlərdə inşallah join hilələrini öyrədərəm sizə. Yəni bu qədər sadə bir şeydir. Öyrənəndən sonra da indi mənə sağ ol deyəcəksiniz falan. Bay bay. Görüşənədək. Sağ olun.